Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün bayram süfrəsinin vazgeçilməzi olan paytaxt salatının hazırlanma qaydasını paylaşacağım. Əvvəlcə kök, yumurta və kartofu yaxşıca yuyuram. Daha sonra üzərinə örtəcək qədər soyuq su əlavə edib ocağın üzərinə bişməyə qoyuram. Əvvəlcədən bişirdiyim əti xırda doğrayıram. Qeyd edim ki, əti duzlu suda bişirirəm. Daha sonra isə kub formasında doğrayıram. Ərzaqların miqdarını yenə də videonun alt bölümündə qeyd edəcəyəm. Bir boşqab üçün 1 ədəd kartof, 1 ədəd kök, 1 ədəd yumurta götürülür. Mən kartof iri olduğu üçün 2 ədəd kartofdan istifadə etdim. Ərzaqlar bişdikdən sonra üzərinin qabığını soyuram. Daha sonra yumurtanı, eləcə də kartofun da qabığını soyub bir kənara qoyuram ki, tamamilə soyusun. Ərzaqları doğramaq üçün belə bir alətdən istifadə edirəm. Əgər belə bir alətiniz olmasa, bıçaqla da doğraya bilərsiniz. Əvvəlcə ərzaqları halqa formasında doğrayıram. Daha sonra isə alətin üzərinə qoyuram və gördüyünüz kimi kub formasında doğranılır. Kartofu da, yumurtanı da bu qayda ilə doğrayıram. Doğradığım ərzaqları ayrıca bir qabın üzərinə tökürəm. Daha sonra isə 2 ədəd xiyar da doğrayıram. İstəsəz zövqə görə turşu xiyardan da istifadə edə bilərsiniz. Onu da ərzaqların üzərinə əlavə edirəm. Sonda isə göyərtini doğrayıram. Mən soğan və şüyüddən istifadə etdim. Bəzi xanımlar soğan tökməyi xoşlamırlar. Xoşlamasanız tökməyə də bilərsiniz, ancaq şüyüd doğramaq olar.
Sonda yaşıl noxudu da yaxşıca yuyuram. Suyu süzüldükdən sonra onu da ərzaqların üzərinə əlavə edirəm. Daha sonra 200 qram xama, eləcə də mayonezdən istifadə etdim. Zövqə görə duz və qara istiot tökürəm və ərzaqları yaxşıca qarışdırıram. Ərzaqları qarışdırdıqdan sonra salatı soyuducuda 5 saat gözlədirəm. Daha sonra isə boşqaba töküb süfrəyə təqdim edirəm. Olduqca dadlı, ləzzətli paytaxt salata alındı. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.